أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuh. Değerli dinleyiciler, her cümle Müslümanların okuduğu o Kehf suresi ki var, Allah'ın Resulü sallallahu aleyhi ve sellem o surəni okumağı ümmete ciddi şekilde tövsiye etmişti. Elə tövsiye etmiştir ki, hatta onun yüksek faziletlerinden haber vermişti. Ki her cümle, yani her hafta bu surəni okuyup hatırlayın. Ve demişti, kim bu surəni okuyarsa, Ali İbni Ebu Talib radıyallahu anhu deyir ki, Resulullah sallallahu aleyhi ve sellem buyurmuştu, Men qara'al kahfe yevmel cum'ate fehuve ma'sumun ila semaniyete eyyamin min kulli fitnetin tekun. Ravahu İbni Murdavey. İmam İbni Murdavey'in rivayet ettiği bu hadiste, Ali İbni Ebu Talib'den gelir hadis, Resulullah buyurur ki, kim cüme günü Kehf suresini okuyarsa 8 gün, yani bir haftani ve üste gel bir günü de Allah onu koruyar, masum olar. Daha doğrusu temiz kalar. Deməli Allah onu temizləyər. Diğer yerde buyurur ki, Men qara'a suratul kahfi fi yevmil cum'ati adda'a lehu nurun ma beynel cum'ateyn. Ravahu Bihaqi. İmam Beyhaqqi'nin Ebu Said el-Hudri'den rivayet ettiği bu hadiste ise Resulullah buyurmuştur ki sallallahu aleyhi ve sellem, kim cuma günü Kehf suresini okuyarsa 2 cuma arasında onun için nur olar. Hadisin bir versiyasında yerle göy arasında onun için nur olar. Nur olar ne demektir? Nur olar o demektir ki, yani Allah ona karanlıkları aydın eder. Anlaşılmayan mevzular onun için anlaşılar. Allah'ın kitabını okusa anlayar. Onu bir nefer hakka çağırsa inanar. Çünkü onun nuru var. Ona göre her bir Müslüman cüme günleri zöhr namazına kadar Kehf suresini okuyur. Hatta Allah'ın Resulü sallallahu aleyhi ve sellem buyurmuştur ki, hansı evde Kehf suresi okunarsa o eve şeytan dahil olmaz. Abdullah İbni Mugaffel'den rivayet olunmuştur hadis. Sahihtir. Değerli insanlar, Kehf suresini niye okumağa bizi teşvik etmişti Allah'ın Resulü göresen? Ona göre değerli Müslümanlar, sizden xahiş olunur, hatta talep olunur. Okuduğunuz surenin manasını anlayın. Kehf suresini okuduktan sonra bir onun tercümesini gözden geçirdin. Çünkü orada bize elə büyük bir mesaj var ki, neçə mesaj var ha. Onun birine bugün toxunacaq. Bir möcüzəyə, onun büyük bir hikmetine toxunacaq ki, hele ona göre Allah'ın Resulü sallallahu aleyhi ve sellem bu surəni xüsusiləşdirmişdir ki, her hafta en azı bir defa okuyun bunu. Ki bu Allah'ın sizden talebini, hikmetini anlayaq. Kehf suresi malum olduğu kimi Kehf sözü Arapça çevirmesi mağara demektir. Türkçesi daha doğrusu. Mağara demektir. Kehf yani mağara. Ashab-ı Kehf eşitmişsiniz hakkında. Ashab-ı Kehf yani mağara ehli,
mağaradakılar, mağaradakı insanlar mənasını verir. Bu Roma döneminde baş vermiş bir hadisedir ki, bu hadise İslam ümmətinə, ümumiyyətlə ahirətə iman gətirənlər üçün ciddi bir dəlildir. Ki biz onun harada olduğunu, nə zaman baş verdiyi barəsində qısa bir məlumat verim, sonra bunun hikmətindən danışacağıq ki, niyə bu barədə Allah Qur'an-ı Kərimdə 13-14 ayə indirmişdi Kəhf surəsində. Sırf bu barədə. Halbuki Qur'anda bəzən 2 ayə böyük bir mövzunu əhatə edir. Amma burada isə bizə 14 ayə, 13-14 ayə indirmişdir ki, bunun təfsilini də baxaq və tarixi araşdıraq. Nə hadisə baş verdi ki, Allah üçün burada önemli bir şey vardır. Bu hadisə baş vermişdi coğrafya olarak indiki Türkiye, Antakya, Trakya ərazisində. Yani həmin hadisə baş verən zaman ora Roma idi. Yani Yunanca danışırdılar. Yunanların ölkəsi idi. Sonradan Allah'ın izniyle Müslümanlar oranı fəth edib Müslümanlaşdırdılar. Yani indiki Antakya, Trakya'da baş vermişti. Bırakın bizdeki o Əshab-ı Kəhf var ki Naxçıvanda, o qəti əlaqəsi yoxdur. Ora konkret pul üçün qurulan bir biznes mərkəzidir ki, insanlardan orada pul qopardırlar. Yani onun bizim coğrafya ilə əlaqəsi yoxdur. Çünki Azərbaycan tarix olarak heç vaxt Roma'nın tərkib hissəsi olmamışdı. Bu hadisə isə Roma'da baş vermişdi. Kral Daqiyanus'un döneminde. Daqiyanus, yani Arapça, Araplar buna Daqiyanus dediler. Bunun Roma'da adı Diokletian. Diokletian 284. ildə Roma'da imperator olmuştu. Bu şəxs döneminde, ümumiyyətlə həmən dönemdə Roma'nın çalxalanma dönemi idi. Çünkü sürətli her 3 ildən bir, her 5 ildən bir krallar değiştirilirdi. Birbirlerini öldürürdüler, yeni krallık geçirdi. Ve hərcimərcilik çok geniş yayılmıştı. Ve Roma həmən dönemde bütpərəst bir krallıq idi. Ve eyni zamanda Daqiyanus, biz onun Arapçasını, yani Şərq dilinde olan adını deyək. Çünkü Diokletian onun əsli adıdır. Bu adıyla dedim ki, yani tarixçilərimiz bilsin kimdən danışırıq. Yani bunun adı Şərq dillerinde Daqiyanus'dur. Bu Daqiyanus özüne ilah deyizdirirdi. Değerli insanlar, diqqətlə dinləyək. Çünkü buradaki mesajı sonunda size açıqlanacaq ki, bizim için burada ne fayda var? Tarix kitabı kimi oxuyuruq bunu. Yoksa qış gecələrini maraqlı keçirdək deyə bunu danışırıq. Xeyr, xeyr. Burada bugün yaşadığımız en büyük problemin kilit açarıdır bu. Açacaq o mövzunu ki, biz bəlkə düşündük ki, həqiqətən də biz xəta edirik. Belə. Deməli, bu kral Daqiyanus döneminde kral özünə səcdə elətdirirdi. Qayda idi, hər kəs kralın huzurunda səcdə edirdi. Kral əlindəki əsasını yerə vurmadıqsa kimsə başını qaldırmazdı. Başı qaldıranın başı vurulardı. Ve kralın heykeli harada var idisə ona səcdə olunmalıydı. Ve ona ildə özünə məxsus gündə qurbanlar kəsilirdi. Yani bu adam özünü yeryüzünün Allahı hesap edirdi. Yani bilirdi Allah var. Yani Allah'ı kabul etmiştiler. Onlar deyirlər Allah hər nəyin Allahıdır. Biz isə sizin Allahınızıq. Mən sizin Allahınızam. Mənə səcdə edirsiniz, etməlisiniz. Və insanlar da ona səcdə edir və ondan bəzi yardımları istəyirdilər. Deməli, büt idi, tağut idi Daqiyanus. Və bu dönemdə Daqiyanus'un bu hadisəni, bunu da size deyim, bu hadisə barəsində
bir neçə tarixi versiyaları vardır. Bizim ən etibar etdiyimiz qaynaqdan sizə bu rivayət olunur. Çünki ən etibar etdiyimiz qaynaq da, yəni İbn Kəsirin qaynaqları bir də ki, əsasən Təbəri tarixidir. Təbəri bu barədə çox ciddi bir tarix qoymuşdu və o hadisəni də rəvayətçiləri biri Ali İbn Əbu Talibdir ki, ən ciddi şəkildə ondan bu rəvayət gəlmişdi və bir də ki, İbn Abbas və İbn Ömərdən də gələn rəvayətləri, bunları ümumi toplayaraq sizə bir qissə şəklində danışıram. Yoxsa hər mövzudakı detalların rəvayətçilərini sizə deməyəcəyəm ki, mövzu çox daha geniş olmasın, mümkün qədər yığcam edək. Amma hadisə çox geniş bir hadisədir. Və ona görə də əsasən bu tarixi sizə Təbəri tarixindən oxuyuram. Və İbn Xaldundan da buna müəyyən köməklik götürmüşəm onlardan. Və İbn Kəsirin də Əl-Bidayə və Nihayə kitabından bəzi sitatlar götürülmüşdür. Bəli, bu Daqiyanusa xalqı səcdə edirdi. Zaman keçdi, illər keçdi, bu Daqiyanusun vəzirlərindən bir neçəsi onların sayı barəsində Yəhudilər 3 nəfərdir deyirdilər. Xristiyanlar isə 4 nəfərdir, 5-ciləri itdi deyirdilər. Bu barədə hələ həmən surədə Allah Subhanahu taala Qur'an-ı Kərimdə bəziləri 3, 4-cüləri it, bəziləri 4, 5-ciləri it idi deyirdilər. Bəziləri isə 7, 8-ci it idi deyirdilər. Allah isə bunların cavabında deyir: onların sayını Allah bilir. Və az bir qismi insan da bunları bilər, demişdi. İbn Abbas isə deyir, mən həmən azlardanam. Yəni onun sayından xəbərim var. Onlar 7 idi, 8-ciləri it idi. Amma bu bizim üçün qəti önəmli deyil. Yəni sizə də tövsiyə olunur, dəyərli insanlar, şeytan bizi harada necə azdıracağı bilinməz. Bir də görürsən ki, onların sayı üçün mübahisə edirlər. Nəyə lazım onların sayı? 5 nəfər idi, 100 nəfər idi. Bizə əsli Allahın bizdən istədiyi qayə lazımdır. Allah bizdən burada nəyi öyrənməyimizi istəyir? Mən də sizə onu çatdırmaq istəyirəm. Və sadəcə olaraq biraz tarixi hadisəni danışaram ki, biraz həm maraqlı olsun, həm də ki, məlumatınız biraz da daha ciddi olsun. Deməli, kralın sağında və solunda bu Daqiyanusun vəzirləri otururdu. Yəni, ölkənin ikinci adamları. İndi onlar 6 nəfər idi, 7 nəfər idi, fərq etməz. Hərəsi bir sahəyə baxırdı. Biri ticarət naziri idi, biri hərbi naziri idi, biri sosial işlərə baxırdı, biri bütlərə baxırdı, biri nələrə və biri nələrə. Beləcə hərəsi bir sahədə Daqiyanusun vəzirləri idi. Yəni, xalqın ən hörmət etdiyi adamlar idi. Sən demə bunlar zamanla Allah qəlblərinə mərhəmət salıb, onlardan biri Yunan tarixinə görə Maksimos, amma İslam tarixinə görə adları qeyd olunmuşdur, yəni bunlar etibarlı deyil. Yenə də deyirəm, bizə lazım deyil adı nədir? Dəqiq nədir adı? Lazım olan budur ki, bu şəxslər iman etmişdirlər, bizi yaradan Allahdır, Allahdan başqasının qabağında səcdə edilməz. Bizə Allahdan başqa yardım edə biləcək güclərin hamısı əbəsdir. Xəstələnir, ölür, acır, yorulur, bundan ilah çıxmaz. Daqiyanus da belə. Daqiyanus da belə. Bu ilah ola bilməz. Bizim ilahımız Allahdır deyirdilər. Bunlar zamanla 2 oldular. Sonra 3 oldular. Və beləliklə də yavaş-yavaş bir-birlərini dəvət edərək kraldan başqa bütün nazirləri hidayət olublar. İslam'a gəliblər. Allahdan başqa ilah yoxdur inancındadırlar. Amma hələ illərdir bu davam edir. Baxın, hikmətdir ha, bax bunları hamı yadda saxlayın. Hələ, yəni hələ Daqiyanusun yanında
bir tağuta xidmət etmələrinə baxmayaraq, içlərində iman var. Hələ biruzə vermirlər ki, bunu bir zaman ortaya çıxardaq ki, faydası olsun. Günlərin biri gəlib yetişdikdə, bunlar birlikdə özlərinin gizli yerləri var idi. Orada bir tədbir keçirdərkən dedilər ki, biz haçana qədər bu inancı özümüzdə saxlayacaq. Və bunlar da gənclərdir. Ola bilsin ki, bir hadisə olsun, ölüb gedək. Bizim nə faydamız oldu xalqımıza və Allahın dini üçün nə etdik ki? Xülasə, tədbir günü, deməli bunların qarşıda bayramıdır. Bayram günü də bütün xalq imperatorun sarayının qabağına yığılır və hamı krala səcdə edirlər. Və səcdə ayini bitəndən sonra kral insanlara hədiyyələr paylayırdı. Həmən günə az qalmış və bunu da unutmayın, ən çox batan xalqlar, məhv olan xalqlar bayram günləri məhv olub. Və bizim də yaxın günlərdə bayram etdilər bəzi insanlar. Allaha şirk qoşaraq bayramlar etdilər. Və qabaqda da başqa bayramlar gəlir, Novruz kimi. Və bu yeni ili yaşadılar, bayram etdilər, ateşbaşanlıq etdilər ki, kilisədə keçirilən bir tədbiri müsəlmanlar keçirdi. Bax, belə bir tədbir yaxınlaşırdı, bunlar dedilər, xülasə, biz ölümü artıq gözümüzün önünə qoyaq, bilirik ki, 100% bizi öldürəcəklər, amma biz bütün xalqın qabağında tövhidi, Allaha olan bağlılığımızı, Allaha şərik qoşmaq olmaz inancını ortaya qoyacağıq. Bütün xalq qoy bizi eşitsin. Xalq bizi eşidəndən sonra qoy bizi parça-parça etsin, bizi tikə-parça doğrasın, nə edir etsin. Zaten biz cənnətə və cəhənnəmə iman etmişik və biz bilirik ki, Allah ilə görüşəcəyik. Gedək Rəbbimizin huzuruna. Şəhid olaq, gedək Allahın huzuruna. Hamısı əl-ələ verərək, şəhadət gətirib, Allahdan başqa ilahımız yoxdur. Biz o Allaha iman etdik və şəhid olmağa gedirik. Yenə o tədbir geyimlərini geyindilər və tədbirə gəldilər. Bunu da deyim, bu arada bu hadisə baş verərkən İsa əleyhissalam gəlmişdi və göylərə çəkilmişdi. Amma İsa əleyhissalamın dini dövrün populyarlığı yox idi. Yəni çox kiçik bir ərazidə azacıq adamlar onu qəbul etmişdi. Yəni hələ bu ərazilərə çatmamışdı o dəvət. Bunlara Allah hidayət etmişdi. Yəni İsa əleyhissalamın kitabından faydalanmamışdılar. Amma kənarda bu hadisə olmuşdu və Həzrət İsa getmişdi. Bu hadisə baş verərkən. Deməli bunlar tədbir günü bütün xalq səcdədə, kral ayaq üstə qaldığı halda ki, indi bunlar ona səcdə ediblər, təkəbbürlü Daqiyanus, bu vəzirlər dik qalıblar. Kral dəhşətlə bunlara baxdı və dedi, nə edirsiniz siz? Niyə əyilməmisiniz? Bunların başçısı Maksimos səsini yüksək səslə ki, məni eşitsinlər, indi birazdan bizi doğrayacaqlar. Yüksək səslə dedi, ey Daqiyanus, sən Allahın qulusan, səni Allah yaradıb və bizi də Allah yaradıb. Hamımız insanıq, sən bizdən vəzifədə yüksəksən. Amma sənin huzurunda səcdə etmək qadağandır. Biz yalnız bizi yaradan Allaha səcdə edirik və bütün dualarımızı ona edirik. Nə arzumuz var, ondan istəyirik. Biz sənə əsla səcdə etməyəcəyik. Bunu eşidən xalq, səcdədə olan xalq, hələ qorxusundan başını qaldırmır. Başını qaldırmır. Necə ki, bugün bizim bəzi şirk edən xalqımızın fərdlərinə deyəndə ki, ey xalqım,
qaldır başını, əyilmə ocaqda, əyilmə seyyidin qabağında, əyilmə imamın məzarında, qalx ayağa, dik qal, Allahın huzurunda gedəyil. Deyəndə onların bir qismi təkəbbür göstərir, Dağyanus kimi, bir qismi isə əşi başım gedər, qalmışam belə, birdən bir şey olar deyə başı aşağı qalır. Bax, orada da bir qrup insan başını qaldırdı. Dedi, bu nə səsdir gəlir? Bu vaxtı danışıq olmaz axı. Hamı səcdədə qalmalıdır. Neçə dəqiqə sükut olmalıdır. Bu nə danışıqdır? Başlarını qaldırdılar, gördülər ki, vəzirlər dik qalıb, Dağyanusun üzü-üzünə deyirlər, sən Allahın qulusan, sənin nəyinə səcdə edək? Sən xəstələnirsən, sənə dərman edirlər, sənə dərman edən sənin qabağında əyilib. Deyirsən, mənim ilahımsan. Sən necə ilahsan ki, sən öz rəyyətindən yardım istəyirsən? Sən mənim ilahım ola bilməzsən. Bizim ilahımız yorulmayan, yatmayan, xəstələnməyən, daima yardımda olan Allahdır. Xalq başını qaldırdı. Bu nə danışıq gedir? Bu nə söhbətdir? Bu nə gözəl sözlərdir? Nə qədər hikmət var bu sözdə? Necə ki, İbrahim əleyhissalam deyəndə ki, balta böyük bütün əlindədir. Bəlkə bu büt o biri bütləri öldürüb. Müşriklər dedilər, bu büt baltanı qaldıra bilər. Dedi, baltanı qaldıra bilmir. Dedi, yox, bu taxtadır da, nə edə bilər ki? Sonra dedi, siz eşidirsiniz, nə danışırsınız? Siz deyirsiniz ki, bu taxtadır, heç nə edə bilməz. Elə mən də sizə onu deyirəm. İbrahim əleyhissalamın xalqı dedi, aman Allahım, bu nə gözəl hikmətli sözdür. Doğrudan da belədir. Bunlar ki, taxtadır, biz bunlara niyə ibadət edirik? Bax, burada da vəzirlər Dağyanusa deyəndə ki, sən xəstələnirsən, sən özün öz yaratdığından yardım istəyirsən. Ki, bax, insanların beyni oyandı ki, tövhid inancına. Dağyanus dedi, bu nə sözdür mən eşidirəm? Həbs edin bunları, zəncirləyin bunları. Bunları zəncirlətdi. Baxın, Dağyanus onları orada anında öldürə bilərdi. Allah gör necə hikmət yaratdı. Dağyanusun başına fikir saldı. Ki, baxın, bəzən Quran-ı Kərimdə ayədir. Allah hiləgərlərin ən tədbirlisidir. Yəni, sən hiləgərsənsə, Allah sənin hilə və hilə qurar və səni çaşdırar. Dağyanus düşündü ki, mən bunları öldürsəm, bunlar xalqın qabağını ala bilməyəcəm. Bunlar iman edəcəklər bunların sözünə. Ən yaxşı bunları həbs edin, bunlarla bazarlıq edin. Danışım ki, mən sizi yola salaram, bir yerlərə gedərsiniz. Amma çıxın xalqın qabağında bir dəfə deyin ki, biz səhv etmişik. Həmən gün, nə bilim, keyfli olmuşuq, nə olmuşuq, bunu danışmışıq. Sən bizim ilahımızsan. Deyin, sizi kim istəyər yanımda qalar, yox, əgər inancınızı yaşamaq istəyirsiniz, rədd olub gedərsiniz. Amma bu sözü bir dəfə deyin. Ki, bunu düşündü və onları orada öldürmədi. Allahın tədbiri işə keçir. Bax, onlar zindana salındılar. Onlara zindanda əzab verildi, işgəncə verildi ki, bu sözü çıxın xalqın qabağında deyin. Bunlar dedilər ki, biz şəhadəti boynumuza almışıq. Biz Allah üçün yola çıxmışıq. Bu gözəl yoldan dönmək var. Yoxdur bu gözəl yoldan dönmək. Sonu doğranmaqdırsa, nədir cəzamızı verin. Xülasə, sözün qısası Dağyanus artıq bunları edam etmə qərarına gəldi. Bunlar edam ediləcəki gün ki, səhər edam ediləcəklər, Allah zindanbanın, yəni həbsxananın başçısına qəlbinə hidayət girdi. Çünki o hər gün bunlarla söhbət edirdi. Yəni sizin kimi adamlar, sizin kimi böyük şəxslər niyə belə edirsiniz? Niyə yaşamadınız? Nə gözəl dünyadır, vəzifəli adamlarsınız. Onlar dedilər ki, gözəl deyil dünya, siz gözəl görürsünüz. Biz gözəlliyə doğru hazırlanmışıq. Gözəllik oradadır, yaxındadır. Bu adamın qəlbi dəyişdi. Bu adam dedi, mən iman edirəm sizin iman etdiyinizə. Məni də öz cəmiyyətinizə salın. Dedilər, sən artıq bizdənsən, müsülmansan.
ilah, tək ilahlısan. Dedi, o zaman mən sizi buraxacağam. Onlar dedi, o zaman sən də bizə qoşul qaçaq. Dedilər, dedi, yox. Mən sizinlə qaçsam, bizi tutarlar. Mən sizi çıxardacağam, zindanı içərdən açarlayacağam. Və açarını atacağam. Yəni səhərə qədər, səhər çöldən gələnlər ancaq bunu aça bilər. Yəni ki, açılmayacaq. Səhərə qədər siz qaçarsınız. Belə də olur, onlar razılaşırlar. Zindanban gecə ilə bunları qaçırdır, yağışlı bir gecədə və bunlar qaçır və zindanı açarlayır. Saatlar sonra xəbərdar olur içəridə olanlar və döyüş olur və bunu şəhid edirlər orada, amma açarı tapa bilmirlər. Açarı tapa bilmirlər, səhəri gözləyirlər və səhər açılanda artıq onlar qaçmışdılar, onlar mağaradaydılar. Bu hadisə burada qaldı. Biz keçdik mağaraya. Mağarada bunlar yatdı və səhəri oyandılar və gecəni də çox gec yatmışdılar. Çünki gecə ilə qaça-qaçdaydılar. Və mağarada yatıb səhər mağaradan çıxdıqda, mağarada oyandıqda ki, bunlara görə bunlar gecəni yatıblar, səhəri oyandılar, yəni artıq gündüzdür. Sən demə 300 il keçib. 300 il Qriqoryan təqvimi ilə 300 il keçib. İslam təqvimi ilə isə 309 il keçib. Ona görə də Qur'an-ı Kərimdə Allah bunu deyərkən 309 il qeyd olunur. 309 il. Deməli, Qriqoryan təqvimi ilə 300 il, İslam təqvimi ilə 309 il eləyir. Çünki hər 100 ildə İslam hər ayda 10 gün olmaq şərti ilə hər 100 ildə 3 il önə keçir. Və beləcə 309 il fərq etmişdi. Deməli, bunlar oyandıqda və bir-birinə dedilər, nə yaman sümüklərimiz ağrıyır. Görəsən biz nə qədər yatmışıq belə. Dedilər, nə olub ki, gecə idi, neçə saatdır fərq edir. Bəziləri dedi, yox, deyəsən çox yatmışıq, yəni çox yorğunuq. Xülasə 309 il yatıblar. Və bunlardan böyüyü, bunlardan pul toplayaraq getdi, bazarlıq etsin, bir şeylər alıb gətirsin. Bazarlıq edərkən bazardakı ona yemək satan ayıq adam idi və əlindəki pulu gördü və bundan soruşdu. Bu nə puldur səndə? Dedi, puldur, dövrün puludur. Dedi, bundan səndə çoxdur. Dedi, yox, belə də çox deyil, amma ki, olan pulum budur. Və o fikirləşdi ki, bunda bu pul varsa bu xəzinə tapıb. Çünki bu qədim sikkələrdir. Qədim sikkələr qızıldır və çox qiymətli bir şeydir. Bunun əlində neydir bu? Təsəvvür edin, indiki 300 ilin qızılı, antik bir əşyadır. Sizdə bundan çoxdur, dedi, yox, elə belə bazarlıq üçün varımızdır. Fikirləşdi, bundan xəzinə tapıb. Və xəbər edir ki, yəni daha doğrusu bunları güdüb tapmaq istəyir ki, bunlar haradadılar, xəbər etsin, yəni bunları alsınlar bundan. Bax, belə bir şey. Bununla bu dünya marağı üçün bunu izləyir. Və bu adam geri qaydarkən bir mübahisəyə rast gəlir. Həmin bu başçı, Maksimos. Qaydarkən bir mübahisəyə rast gəlir. Görür ki, bir bütpərəstlə geyimindən bilinir, bütpərəst geyimi, dizdən yuxarı fitə kimi özünə bürümüş, sinəsinə də belə bürümüş, yəni qədim Roma geyimi. Bir bütpərəstlə, amma uzun əba geyinmiş, bir abırlı, həyalı bir kişi mübahisə edir. Bu ona deyir ki, siz hələ də o düşüncədə qalmışsınız, gedirsiniz daşların, heykəllərin qabağında ibadət edirsiniz. Bu təəccüblə baxır ki, bəs nə olub ki? Məgər həmin inanc deyilmi? O dedi, siz bizim inancımıza dil uzadırsınız. O dedi, sizin inancınız boşdur. Bunların mübahisəsi böyüdü. Bu, Allahı müdafiə edənlərin sayı çoxaldı. Bu təəccüblə baxdı ki, bu necə dünyadır? Yəni, bu sözü deyənin dili kəsilərdi. Dünənləri biz danışmışıq, ölkəmizdən olmuşuq. Bu, necə bu adam rahat danışır, daha nə bilsin ki 300 il keçib, 309 il keçib. Və beləcə bu bütpərəst acıq eləyir, gedir. Və bunlara yaxınlaşıb deyir, siz nəyə inanırsınız? O deyir ki, İsa'nın Allahına.
Deyir, İsa kimdir? Deyir, o peyğəmbərdir. Biz Allah'a inanırıq. Deyir, bəs o gedən, yəni o gedən kimi düşünənlər hələ də çoxdur. Deyir, yox, onlardan az qalıb. Biz hamımız Allah'a iman eləmişik. Harada ibadət edirsiniz? Deyir, bax göstərir, kilisəni göstərir orada. Və gedir oraya daxil olur ki, görün bu nə baş verir burada. Və ora girdikdə görür ki, oranın rahibi bir heykəlin qabağında qalıb səcdə edir. Sağa baxır, sola baxır, görür divarlarda şəkillər, ikonalar, heykəllər, xaç. Və yaxınlaşır, rahibdən soruşur. Sən kimsən? Deyir, mən buranın baş dindarı. Deyir, nə edirsən sən? Deyir, ibadət edirəm. Deyir, yəni səcdə edirsən? Deyir, hə. Deyir, kimə? Deyir, Allaha. Deyir, bu Allahdır. Deyir, yox, bu Allahın oğludur. Baxın ha, xristiyanlıq da sən demə korlanıb artıq. Bax, burada hikmət var ha, xristiyanlıq korlanıb artıq. Tövhidlə başlamışdı, Rəbbim Allahdır deyən İsa aleyhissalam artıq Allahın oğlu olub və İsa'nın qabağında səcdə edirlər. Və səcdə edən adam rahibdir, ən baş dindardır. Dedi, bəs bu şəkillər kimdir? Dedi, onun tələbələri. Dedi, onları niyə asmışsınız buradan? Dedi, onlar insanların ən hörmətliləridir. Onlar, biz deyir, İsa'ya yalvarırıq. İsa'ya yalvarmaq elə Allah'a yalvarmaq kimi şeydir. Baxın, bugünkü müşriklərin etdiyi kimi. Biz filan imamı çağırırıq, ona çağırmaq elə Allah'a demək kimidir deyənlər. Eyni insanlar geyimləri dəyişib, adları dəyişib, bir də ki, ibadət etdiklərinin adı dəyişib. Hər nə elə eyni şeytanın hiləsidir. Və bu adam təəccüb etdi. Dedi, nəsə başa düşmür, vəziyyət nədir? Bunlar düzəlmək nəyə deyirlər? Və sonra getdi və öz dostlarına, mağaraya getdi və öz dostlarına bunu danışdı. Hadisəni danışdı ki, bəs belə bir, nəsə bir qeyri-adi bir hadisə var. Və bunu izləyən adam xəbər elədi, dövlət məmurları, yəni dövrümüzün yəni polisləri tökülüb onları o mağarada tuturlar ki, bunlar burada nə edir, bunlarda olan xəzinə nədir? Və bunların hadisəsini bildikdən sonra bildilər ki, bunlar, yəni daha uzatmayaq, bunlar 300 il yatan həmin adamlardır ki, xalq olaraq bilirdik ki, yatanlar var, harada olduğunu bilmirdilər. Və bunlar onlar imiş, bunların xəbəri yayıldı və bu xəbər getdi, çatdı krala və kral bunlarla görüşə gəldi. Kral da bunlarla görüşə gəlib, dəyərli insanlar. Baxın, görün nə baş verir. Kral bunlarla görüşərkən ki, çox hörmətlə bunları belə, yəni necə qarşılamaq və bunların əlini öpmək qədər bunlara təzim etmək və sonra kralın yanındakı, yəni yeni kral, yəni həmin dövrdə artıq 300 il keçib, Roma dağılıb. Roma dağılıb, iki yerə bölünüb. Şərqi Roma, Qərbi Roma. Yəni Bizans dövləti qurulub artıq. İndi hal-hazırda həmən vaxtı Bizansın kralı, yəni Şərqi Romanın, yəni Vizantiyanın kralı Justinian idi. Justinianın dövründə baş verir bu. Ki 580-ci illərdə o krallığı olub 600 neçənci illərə qədər. Ki Justinianın dönəmində baş verir, 2-ci Justinian. Deməli, bu kral, indi bu kralın da vəzirləri yanında söhbət edirlər. Onlar deyirlər, Allah gör bizə nə böyük lütf etdi. Allah bizə böyük lütf etdi ki, bizim ölkəmizdə görün nələr baş verdi. Nə edək? Bax, krala həmən vaxtı təkliflər gəlir ki, bunu dərsin ikinci hissəsində bunu tamamlayaq. Çünki saat etibarilə daha çox geçəcəkdir. İkinci hissədə bu Şərqi Romada, yəni 2-ci Justinianın dönəmində bu Əshab-ı Kəhfə baş vermiş hadisənin sonucunu bununla tamamlayaq. Çünki burada sonunda faydalar ortaya çıxacaq ki, onlarla bugünün arasındakı fərq nə idi? Vəssalamu aleykum
və rəhmətullahi və bərəkatuhu.